Bu videonu izleyen herkese ürəyi istediği kimi ev, mətbəx, istediği kimi mebellər, əşyalar qismət olsun inşallah. Videoda görəcəyiniz bütün əşyaları, mətbəx avadanlıqlarını, qab-qacaq, tava qazanların hamısını sevərək, seçərək, bəyənərək almışam. Əslində burada görə bilmədiyiniz bir çox qabım, bir çox əşyam var. Mən onları bir-bir detalla çəksəm, gərək ki videomun uzunluğu 2 saat olsun. Qonaqlıqlara istifadə edəcəyim qab-qacaqlarımı öz qutularında saxlayıram ki, həm onları yerləşdirmək, üst-üstə qoymaq mənim üçün rahat olsun, həm də onsuz da mətbəxdə onlar üçün mənim öz yerim yoxdur, onları çamaşırxanada saxlayıram. Düşünürəm ki, bu video bir çox xanımlara yararlı olacaq. Odur ki, əgər bəyənsəniz, like etsəniz, mənim üçün çox böyük yaxşılıq etmiş olacaqsınız. Buyurun, xoş izləmələr. Hər kəsə salam. Mən mətbəximi bir dəfədən mətbəx turu adı altında video çəkmişdim. Kanalımda var. Amma 3 il bundan öncə idi. İstədim ki, yenidən sizlər üçün çəkim. Çünki bu 3 il ərzində müəyyən dəyişikliklər baş verib. Yeni qablar almışam, yeni əşyalar almışam və düzənimi dəyişmişəm. İlk olaraq elə bu mebeldən başlamaq istəyirəm. Bu mebel buradaydı. Bu stol isə buradaydı. Artıq 3 il idi belə olduğuna görə mənim gözüm yorulmuşdu. Neçə həftə olar ki, dəyişmişəm yerlərini. Bir müddət belə işlədəcəm. Bu videoda siz nəyi hardan almışam, neçəyə almışam onları biləcəksiniz. Tam ətraflı bir video çəkəcəm. Mətbəximiz 18 kvadratdır. Bu hissədə mebel yığıldığına görə biraz ora kiçik görsənə bilər. Bu hissədə isə eyvana çıxış var. Qapıdan daxil olan kimi bu hissəyə dispenseri yerləşdirmişik. Mətbəximizin divar kağızı belədir. Mən bunu çox bəyənirəm. Ən sevdiyim divar kağızıdır demək olar. İşıqlandırmada isə belə çılçıraqlardan istifadə etmişik. 3 ədəddir. Bu masa dəsti evimiz mağazasındandır. Masa dəstinin qiyməti 3 il öncə stollarla birgə 450 manat idi. Bu hissədə isə soyuducumuzu yerləşdirmişik. Mənim soyuducum Bosch markasının XXL ən böyük ölçüsüdür. Mən bu soyuducudan çox razıyam. İçərisi çox genişdir. Tutumu çox böyükdür. Bunun da qiyməti 3 il öncə 3500 manat idi. İndi 4500 olmalıdır. Elektronik əşyalardan getmişkən, elektronik əşyaların tamamını sizə göstərmək istəyirəm. Bu dəst Arçelik markasının ağ şüşə dəstidir. Mən bunu çox bəyənirdim. Bunun Bosch firması da var idi. Sadəcə Bosch markası ilə bunun arasında 3 qat fərq var idi. Amma mən 3 ildir bunu işlədirəm. Çox da razıyam. Bunu biz Black Friday'də aldığımıza görə bizə çox münasib qiymətdə başa gəlmişdi. Üçlü dəst, aspirator, qaz plitəsi və duxovka üçü bir yerdə 1200 manat idi. Black Friday'də 70% endirimlə. Evləndiyim ərəfədə mən mikrodalğalı soba almamışdım. Bir növ bəzi insanların ziyanlıdır deyişinə aldandım. Amma düşünürəm ki, hal-hazırda ziyanlı olmayan həyatımızda nə var ki, ona görə də bu il axır ki mikrodalğalı soba aldıq. Öncədən almış olsaydım, mütləq ki burada duxovkanın üzərində mən ona yer ayıracaqdım. Yəni bu necə içərisinə daxil olursa, mikrodalğalı sobanı da elə tənzimləyəcəkdim. Mikrodalğalı sobamın bu hissəsi belə güzgülü olduğu üçün əslində buranı biraz daha geniş göstərir. Evləndikdə qabiyyon maşınım da yox idi. Evləndiyim vaxtdan 1 il sonra qabiyyon maşını da aldıq. 3 il öncəki mətbəx turumunda bu hissədə dolab var idi. Amma qabiyyon üçün o dolabı ləğv etdirdim. Çox lazımlı bir şeydir həqiqətən də qabiyyon. Və hal-hazırda mən mebellərimin içərisində nələr var, nəyi necə yerləşdirmişəm, nəyi hardan almışam, onları sizə göstərmək istəyirəm. Elə buradan başlamaq istəyirəm. Bu hissədə mənim servizim var. Bu Karacanın servizidir.
12 nəfərlikdir, yəni bildiyiniz elə servisdir və burada bunun qırağı tam sadə olanı da var. 6 nəfərlikdir o. Burada da davamıdır. Bunlar isə güldanlardır. Bu isə içkilər üçün nəzərdə tutulan qrafindir. Bu dəst isə bu il Emsa mağazasından alınıb. Çox bəyənirəm bunu da. Bu da 12 nəfərlikdir. Burada 2 dənə qutuda belə armud stəkanlar var. Bunları özüm belə qutuda saxlayıram. Bunu yalnız qonaq gələnə işlədirəm. Belə bir dəstdir. Yəni özünüzə görə bilirsiniz ki, bu gündəlik üçün heç uyğun deyil. Belə bir şeydir. Bu da Karacadan idi. Yoxsa mənim normalda bu qab qonaq üçündür, bu qab gündəlik üçündür, elə bir ayrımım yoxdur. Sadəcə bu çox belə abartılı olduğu üçün bunu heç gündəliyə mən işlədə bilmərəm. Mənim üçün rahat olmaz. Amma məsələn bu servisin qablarından da mən arada bir işlədirəm gündəlik olaraq. Bu hissədə isə belə gündəlik lazım olan plastik qab-qacaq, ləyən, süzgəc bunlar var. Bu dolab belə hündür olduğuna görə bura mən Kenwood'un şirə çəkənini qoymuşam və Emsa'nın xəmir aparatına qoymuşam. Bunlar isə onun digər nasatkalarıdır, başlıqlarıdır. Bu hissədə isə qazanlarım var. Bu roza olan Emsa'nın Swiss Kristal seriyasıdır. Məncə bilənlər bilir bu markanı, çox gözəldir və digərləri desəz ki, niyə yoxdur, maşındadılar. Ona görə bəzi qablarım burada yoxdur, elə buradakı 1-2 qazan da maşındadır. Burada da Emsa'nın tavaları var. 2 tərəfli tavası, pankek tavası, saç tavası. Bunlar isə belə alüminium material. Materialın adını tam dəqiq bilmirəm. Məncə alüminium materialdır. Ar yıldızındır. Mən sadəcə bunları heç bəyənmədim. Gördüyünüz kimi üzəri belə ləkəli qalır. Bir də burada belə ızqara tavası var. Bundan biraz danışmaq istəyərəm. Emsa'nın Swiss Kristal seriyası elə gözəldir ki, yəni əlinizi vuranda çox sürüşkəndir içərisi. Yəni yağdan çox az istifadə etməklə bunda çox gözəl yeməklər bişirmək olur. Hər qaza tövsiyə edirəm bu seriyanı almağı. Bu dolabın üzərindəki əşyaları da göstərmək istəyirəm. Bunlar daima burada olmur. Sadəcə video üçün bunların hamısını da buraya yığmışam ki, sizlər üçün rahat göstərim. Bayaq da dediyim kimi bunun arxasında balkonum var. Orada da mənim dolabım var. Onların üzərinə yerləşdirirəm və yaxud da ki, yuxarı dolablara da qoyuram. Sadəcə göstərməyim daha rahat olsun deyə bu üçünü bura qoymuşam. Amma bu ikisi daima burada olur. Bu nar çəkəndir. Narın suyunu sıxan Emsa'dan alınıb. Bu Kenwood'un kokteyl aparatıdır. Bunu ən yeni aldığım cihazım bəlkə də budur. Gorenya markasının meyvə qurudanıdır. Bunun da icmalını səhifəmdə paylaşmışam. Çox gözəldir. Bu Emsa'nın tosteridir. Bu da hamımızın bildiyi air fryer. Bu dolaba keçmək istəyirəm. Burada mən boşqablarımı yerləşdirmişəm. Gündəlik istifadə etdiyim boşqablarımı. Ən çox bu boşqabları istifadə edirəm və bu boşqabları. Bu boşqablardan daha gəlmir. Emsa'dan alınıb. Bəziləri inanmır Emsa'dan aldım. Ona görə altını da göstərəcəm ki, baxın. Çünki Emsa'nın hal-hazırda son 3-4 ildir ki, bundan yoxdur. Mamam bunu mən evlənməmişdən 2 il öncədən alıb. 6-6, yəni 2 dəst alıb. Düzdür, məndə bəzi predmetləri qırılıbdır. Yenə gəlsə bir 6 ədədlik nabor almaq istəyərəm. Çox gözəldilər. 4 dənədir. Belə balaca kasası, belə boşqabı, belə böyük boşqabı və belə biraz dərin kasası. Bunlar da gündəlik olaraq işlədirəm. Karacadandır. Belə sadə bir qabdır. Bu da eyni qaydada 4 növü var. Bunlar Zelhamdandır. 2 dənədir bundan. Ona görə belə üstə qoymuşam. Və indiyə qədər ən çox işlətdiyim, hamı tərəfindən çox soruşulan bu qablarım da Baku Electronics'dan almışdıq. Bunların bəziləri qırılıbdır. Elə burada gördüyünüz qədər qalıbdır.
Dognana markasındandır. Çox gözəldir, hərəsi bir rəngidir. Bu dolabda isə daha xırda qabları yerləşdirmişəm. Belə ilk baxışdan baxanda biraz səliqəsiz görsənə bilər, amma ən səliqəli variantda düzəltməyə çalışmışam. Ən populyar olanlarını üzdən göstərəcəm, yəni hardan almışam. Bunlar taxta deyil, bunlar elə bu adi qab materialındadır. Bu arxada da var. Bunlar da emsandandır. Bunlar da emsandandır. Bunlar Miray Cehizlik mağazasından quşlular. Bunları Sədirəkdən almışdıq. Bu da Miray Cehizlik, emsan. Arxadakı melamin materiallar, bunlar melamin materialdır, qırılmayan material. Onları Sədirəkdən almışdıq. Bu dolabın yanındakı dolabı göstərmək istəyirəm. Bunu mənim Novruz videomda görmüsünüz. Çiçəkli dəstimdir. Bu servis də Karacanın servisidir. Çox gözəldir. Onun belə çay fincanları və kofe fincanları da var. Bu fincanlar isə Karacanın digər servisinin fincanlarıdır. Bu mikrodalğalı sobanı 3 ay olar ki almışıq və mən çox razıyam. Toshiba markasındandır. Ağ rəngi yox idi. Stokda çox böyük bir endirimə düşmüşdü, ona görə aldım. Bu taxtalarda yenə də mamam Trendyoldan sifariş edib. Nehir markasındandır. Çox gözəldir. Evləndikdən bu yana demək olar ki 3 ilin 2 il yarımını mən bunu işlətmişəm. Karacanın çox gözəldir. Mən əslində Karacanın bir çox məhsullarını bəyənmirəm, amma bəzi məhsullar var ki, həqiqətən də yaxşıdır. Bunun bir üstün cəhəti var ki, bu hissəsində biberon şəkli var, sonra 80 dərəcə temperaturu var. Yəni 80 dərəcə odur ki, sırf içmək temperaturundadır. 40 dərəcədə uşaqlar üçün olan temperaturudur. Qabıyan maşınım da Samsung markasındandır. Çox bəyənirəm, çox razıyam. Təqribən il yarım olar məncə almışıq, bəlkə də 2 ildə almışıq. Biz alanda yenə də endirimdə almışdıq. 1100 manat idi, səhv etmirəmsə. Bu hissədə mənim dərin moydadırım var. Onun da aşağısında hamıda olan o dolabdan var, klassik dolab. Heç bir əşyanı yaxşı tutmayan olduğu üçün, ümumiyyətlə bu hissədə belə aşağı olduğu üçün heç bir orqanayzerdən burada istifadə edə bilmirəm. Bıçaq, qaşıq, bunlar var. İkinci çəkməcədə də ki, mənim bu əşyalarım çox olduğuna görə və bura biraz dar olduğuna görə biraz qarışıq görsənə bilər. Bu mətbəx ləvazimatlarım var. Üçüncü çəkməcədə isə Emsanın Perge seriyasının olan qazan tavaları var. Digər qazan tavalarım olduğu kimi burada da hamısı yoxdur. Bəziləri buradadır, bəziləri isə soyuducudadır. Bu sürmədə isə un, şəkər tozu, duz, bu kimi məhsulları konteynerlərdə saxlamışam. Bu sürmə, hanımlar, ağırlığa dözümlü olan sürmədir. Yəni elə bir mexanizm qoşulub. Bu sürmədən çay dəsmallarım, hamam mətbəx üçün əl dəsmalları, önlük və bu əlcəklər buradadır. Burada isə keks qablarım. Bu keks qabları Emsanın keks qablarıdır. Əgər yaxşı keks qabı axtarırsınızsa, mütləq bunlardan bir ədəd alın. Çox gözəldirlər. Burada isə pingvin paketlər, şirniyyata aid olan bütün əşyalar buradadır. Sadəcə əlavə bir sürməm də olsaydı daha rahat yerləşdirərdim. Hər şey var burada. Lazım olan hər bir şey. Əgər qaz plitəsi, aspirator, duxovka almaq istəyirsinizsə, tövsiyəm odur ki, ağ şüşə alasınız. Şüşədən heç qorxmayın. Mən 3 ildir işlətmişəm. Heç nə olmur. Bəziləri deyir ki, çartlayır, partlayır, sınır. Heç nə olmur qızlar. Əgər əlinizdən udarla bir şey möhkəm düşməsə, heç nə olmur və təmizliyi də çox rahatdır. Üzərində yağ, toz olanda da bildirmir. Buranı göstərməmişəm. Bura qalıb. Burada da
lazım olan ədviyyatlarımı saxlayıram, yağları saxlayıram. İndi isə üst dolablara keçirəm. Bu hissədə əsasən su stəkanlarını saxlayıram. Gündəlik istifadə etdiklərim. Bəzilərini göstərirəm. Məsələn, bu Madame Coco'dandır. Bu Moda Concept'dəndir. Bu da Madame Coco'dandır. Arxadakı insandır. Bunlar ölçü üçün olan stəkanlardır. Bunu qab yuyanda yuduğum üçün bunun rəngi gedib. Əslində bu yaşıl idi. Yəni, baxın, onların davamı idi. Bu yaşıllar Love markasıdır. Bu da Love markasıdır. Burada isə bu aşağı hissədə çay stəkanlarına çay içmək üçün olan armudları falan saxlayıram. Bəzilərini göstərim. Məsələn, bu Madame Coco'dandır. Bu Madame Coco'dandır. Bunlar da Madame Coco'dandır. Bunu mənə hədiyyə gətirmişdilər. Bu Karacanındır. 6 ədəd bakaldır. Bu ikisi. Bunun 6 ədəddir. Sadəcə mən ikisini çıxartmışam qutudan. Bura qoymuşam. Piva bakalıdır. Karacadan almışıq. Arxadakılar da Karacadandır. 4 dənə bakal. Davamı var. Sadəcə mən hərəsindən 2 dənə, 4 dənə çıxardıb qoymuşam ortalığa. Bu 2 dənə qədəhi marketdən almışdım. Hələ onda sevgili idim yoldaşımla. Bu göy bakallar Moda Concept'dəndir. Arxadakı qırmızı bakallar da Moda Concept'dəndir. Burada ikən bunları da göstərim. Bayaq armudu göstərmişdim sizə. Qutuda olan onun davamıdır. Qonaq üçün istifadə edirəm bunu. Digər dolaba yerləşməyən bir bakal buradadır. Və bunlar da qutuda olan, hələ açmadığım cihazlarımdır. Bu hissədə isə mənə gündəlik tez-tez lazım ola biləcək əşyaları yerləşdirmişəm. Məsələn, blender seti, ət çəkən, balaca tərəvəz çəkən, qoz xırdalayan, limon suyunu sıxan. Bu hissəyə isə elə də çox tez-tez lazım olmayan əşyaları yığmışam. Burada da ən üst dolabı göstərim. Burada da əlavə olan açmadığım bakallar. Arada bir istifadə etdiyim bu çaylıqlar buradadır. Bu dolabda isə bu aşağı 2 dolabda ilk rəfində şüşə məhsullarımı yerləşdirmişəm. Çox hissəsi Madame Coco'dandır. Bu hissəyə isə bambu əşyalarımı yerləşdirmişəm. Bunların da çoxunu sədərəkdən almışıq. Bu ən üst rəfə isə yeni il qablarımı yerləşdirmişəm. Duxovkanın üzərindəki bu dolabdan burada padnoslarım var. Karacanın qəhvə bişirən aparatı var. Kenwood'un portağal şirəsini çəkən aparatı var. İşlətmədiyim bıçaqlar var, yəni hələ ki işlətmədiyim, arada bir çıxardıram lazım olanda. Bu da insanın termosudur. Doğrama taxtalarım var. Belə, yəni arada bir lazım olan əşyalar var. Burada hündür dolabdır. Əslində burada bir dənə belə bir polka olsa yaxşı olurdu. Buranın da ən yuxarısında qutuda olan bakallar var. Bu bayaq dediyim piva bakalının bütün qutusu buradadır. Məsələn, bundan ondan hərəsindən 2-3 dənə çıxardıram. Lazım olduğu qədər. Hal-hazırda mətbəximdə olmayan bir çox qabım var ki, çamaşırxana otağındadır. Onları da sadəcə üzdən sizə göstərəcəm. Bunlar Karacanın bagimalarıdır. Emsanın qabları. Bu dolab çox dərindir. Yəni tam axıra qədər qablar var, fərqli-fərqli. Burada da davamı var. Burada isə 3 dənə fərqli çəngəl, bıçaq, qaşıq dəstlərim var. Əgər videomu bəyəndinizsə, like etsəniz çox sevinərəm. Növbəti videolarda görüşənə qədər hələlik.